Uşaqlar 5 oktyabr 2025 11-ci sinif güvən sınaq imtahanı 1 buraxılış imtahanıdır özdə. Başlayaq. Deməli A tək B cüt ədəd olarsa, A-nın yerinə 1, B-nin yerinə 2 qoyun uşaqlar. Aşağıdakılardan hansı cütdür? 1-in kvadratı 3 vuraq 1 vuraq 2 bizə verir uşaqlar 7-ni. Deməli təkdir 7. 1 vuraq 2 üstə gəl 2-nin kvadratı 6 eləyir olar cütdür. Burada 2-nin kvadratı plus 2 vuraq 1-in kvadratı bizə 6-nı verir olar. Burada 3 vuraq 1 vuraq 2 plus 2-nin kvadratı. Bu da cüt olur olar. Deməli doğru cavab olacaq uşaqlar C variantı. A və B-nin kəsişməsi A-ya daxildir. Doğrudur uşaqlar. A ilə B-nin kəsişməsinin elementləri zaten A-nın içində var. Çünki A-dan və B-dən götürülənlərdir. A və B-nin kəsişməsi birləşməyə daxildir. Doğrudur. A ilə B-nin kəsişməsi A-nı verir. Boş çoxluğun kəsişməsi yanlışdır. Boş çoxluqdur. A ilə B boş çoxluğun birləşməsi A-nı verir. Doğrudur. A ilə B-nin birləşməsinə daxildir. Tamamilə doğrudur. 4 dənə təklif doğrudur. O da D variantı. Rəngli hissəni tapın. A və C-dən ümumiyyətlə B-ni çıxıblar. A ilə C-nin birləşməsindən, yəni hamısından B-ni siliblər. Doğru cavab olacaq B variantı. 1-in üstə 2-də 1 gələndə 1 tam 2-də 1, yəni 2-də 3 eləyir. 1-dən 3-də 1 çıxanda 3-də 2 eləyir. Bunu toplayanda 1 tam 4-də 1, yəni 4-də 5 eləyir. Bu cür gedir. Baxın, 1 toplama, 1 çıxma tərs ədədlərdir. Bizə 1-i verir. Toplama çıxma 1-i verir. Toplama çıxma 1-i verir. Fikir verin, bundan əvvəl də bir toplama çıxma var. Bu da 1 verəcək. Amma 1 üstə gəl 24-də 1-in 1 çıxaq 24-də 1-i olsaydı, yəni toplama və çıxma gəlsəydi, bu da 1 verərdi. Amma bu gəlmədiyi üçün bu tək qalır. 1 tam 24-də 1, yəni 24-də 25. Doğru cavab olur B variantı. Şəkər tozunun 1 kiloqramının qiyməti 2x manatdır. Əgər şəkər tozunun qiyməti 25% artarsa, 3x manata neçə kiloqram şəkər deməli tozu almaq olar? Uşaqlar, 1 kiloqramının qiyməti 2x manatdır. Düzdürmü? Bir dəqiqə. Aha. Əgər şəkər tozunun qiyməti 25% artarsa, uşaqlar, bu 25% artarsa, 125% olur da. 2x vuraq 1 tam %25. 125'ə vurub 100'ə bölmək eyni şeydir uşaqlar. Bu da eləyir 2,5x. O zaman deyir 3x manata neçə kiloqram şəkər tozu almaq olar? Yeni qiymətimiz 2,5 deyil uşaqlar. 3x-i 2,5'ə bölürük. Bunlar gedir 30 bölək 25. 5'ə xısar aparın 6 bölü 5 və yaxud 1,2 də yaza bilərsiniz birbaşa. O da B variantı. Gəlin baxaq. Uşaqlar, birinci gəlin bunu hesablayaq. 4'də 3 çıxaq 1-in əvəzinə 4'də 4 yazıram. Yuxarısı isə mənfi 4'də 1 verir. 4'də 4 çıxaq 4'də 1, müsbət 4'də 1 verir. Mənfi 4'də 1-i müsbət 4'də 1-ə böləndə mənfi 1 qalır. 4'də 3 bölək mənfi 1 plus 1. 4'də 3-ü mənfi 1-ə böləndə elə mənfi 4'də 3 qalır. Üzərinə gəl. 1-in də əvəzinə 4'də 4 yaza bilərəm. Böyükdən kiçik çıxılır 4'də 1. Böyüyün işarəsi müsbət. Müsbət 4'də 1, o da C variantı uşaqlar. A, B, C, D-yi müsbət ədədlərdir. Hansı ən böyükdür? Uşaqlar, bunu gəlin bu cür izah eləyək də. Necə düşünək? Bax, 5-ə böləndə alınan cavabla 6-ya bölünəndə alınan cavab bərabərdir. 5-in 6-ya bölünən ədəd, misal üçün 30 da ola bilər, 60 da ola bilər. 30 götürək. Baxın, tutaq ki, belə deyək. Bu ədəd 5-ə də bölünür, 6-ya da bölünür. Əkobla geçsəz uşaqlar çox uzun gedər. Ona görə necə düşünmək daha yaxşı olar bizim üçün? Necə düşünmək daha yaxşı olar bizim üçün? Bax, böyüyə bölünən ədəd necədir? Böyükdür yoxsa kiçikdir? Belə düşünək. İndicə 9 və 10 siniflərdə bu sualı bu cür qoymuşlar. Məsələn, belə. Biz dedik ki, A daha böyük ədəddir. B daha kiçik ədəddir ki, bax, B-ni 5-ə vurubdur ki, daha çox qalxsın. A-nı 2-yə vurub az qalxsın ki, bu bərabərlik ödənsin. Düzdürmü? Bax, belə düşünək. Adı lorlu izah edeyim sizə. Burada isə uşaqlar, vəziyyət o cür deyil. Bunun ən rahat versiyası mexaniki yolla. Belə deyə bilərəm ki, sizə 1 yazın. Nəyi 5-ə böləndə 1 eləyir? 5-i. Nəyi 6-ya böləndə 1 eləyir? 6-nı. Bu cür tapa bilərsiniz, tez bazar.
Amma buna 1 demək nə dərəcə doğrudur? Çünki biz bilmirik axı bu ədəd neçədir. Sadəcə bilirik ki, bunların hamısını 9-a, 6-ya, 7-yə böləndə eyni cavab eləyib. Onda x deyil heç olmasa. A 5x olur, B 6x olur, C 7x olur və s. Baxın, ən böyük y olur, 9x. Həm də bunu verməkdə məqsədi var, çünki müsbət ədəddir. Mənfi ədəd olsaydı müqayisəmiz tamam yanlış olardı. Y 9x olduğu üçün ən böyükdür, o da y variantı. Böyüyə bölünən ədəd daha böyükdür. Vurmada isə əksinə, böyüyə vurulan daha kiçik olur uşaqlar. Söhbət müsbət ədədlərdən gedir. Bu dediyim qayda müsbət ədədlər üçün keçərlidir. 18 30 ədədinin neçə faizdir? Hansı hissəsidirsə 18 bölü 30 belə yazacaqıq. Amma faiz dediyi üçün 100-ə vururuq. Bununla bu gedir. 183-ə böləndə 60%, o da y variantı. ACB nöqtələri bir düz xətt üzərindədir. Yazaq. ACP. TKS nöqtələri bir düz xətt üzərindədir. Bir dənə də bir başqa düz xətt olsun. TKS uşaqlar. Deyir ki, AP plus PC AC-ni verir. Hə uşaqlar, onda biz nöqtələri tələsdik. Baxın, görün nə deyir. Deyir ki, AP ilə PC-nin cəmi AC-ni verir. Deməli, bu cürdür nöqtələr. TK ilə KS-nin cəmi TS-ni verir. TK ilə KS-nin cəmi TS-ni verir. Bunlar da bu cür ardıcıl yerləşirlər. Hansı nöqtələr digər ikisi arasındadır? Digər ikisi arasındadır. K nöqtəsi TS arasındadır, P nöqtəsi AC arasındadır. K ilə P olar. O da B variantı. Deməli, bura 90-dır, lap yaxşı olsun. Hansılar paraleldir uşaqlar? BC paraleldir DK-ya. O zaman bura 48-dirsə, bura 48 olur uşaqlar. Doğru mu? Bunu da bu cür çəksəz, o zaman bura 48 isə bura 48, bura olur uşaqlar 42. 90-da axı. Sonra deyir ki, ABC BDY-ni bizdən soruşur. BDY bucağı. Uşaqlar 42-nin qonşusu deyilmi? Olacaq 138 dərəcə. Aydındır. Başqa cür tapa bilərdiniz. Bura 90-dır. Bura 90 olur. Bax, bura 90 olur. 90 ilə 48-i toplayıb 138-i yenə də ala bilərdiniz. Doğru cavab Y variantı. 3-4 nisbətində olan 2 ədədin cəmi 28-dir. 3x, 4x cəmi 28, 7x 28-ə, x 4-ə bərabərdir. 3 dəfə 4-üm 12, 4 dəfə 4-üm 16-dır. Bu ədədlərin hasili 12-ni 16-ya vurursunuz yoldaşlar. O da 192 eləyəcək. B variantı. A ilə B hər ikisi mənfidir. 0-dan kiçikdirlər. Ona görə cəmləri mənfidir. Mənfi ədədin modulundan əksi çıxır. 2-dən B-ni, yəni mənfi ədədi çıxanda müsbət olur. Olduğu kimi çıxır. Baxın, mənfi A, mənfi B ilə mənfi B toplanır. Mənfi 2B plus 2. Mənfi A, mənfi 2B, 2. O da C variantı olacaq. 23-də deyir ki, gündə deyir uşaqlar, deməli yoldaşlar deyir, gündə 5 saat işləyərək 20 metr kvadrat sahəni 4 günə şumlayan. 5 saat işləyir, 20 kvadrat metri 4 günə şumlayır. Deməli deyir ki, şumlayan bir işçi gündə 6 saat işləməklə 30 kvadrat metri neçə günə bitirər? Düzdürmü yoldaşlar? Gəlin baxaq. Gəlin baxaq görək bu işçi qüvvəsi necə olacaq. Bunu uşaqlar 3 dənəli tənasübləri vurmaq qaydasından da istifadə edə bilərik. İlandan istifadə edə bilərik də. Bu cür ziqzaq vurmaqla gedə bilərik mənim fikrimcə. Onda olacaq 5 vuraq 30 vuraq 4 bərabər 6 vuraq 20 vuraq x. Olacaq da 600 bərabər 120 vuraq x. Deməli x neçədir yoldaşlar? 5-dir. Bu cür olacaq. Mənfi 2 onda 3 ədədi. Ədəd oxunda bilirik ki, mənfi 3 və mənfi 2 arasındadır. Düzdürmü? Tam hissəsi mənfi 3-dür. Ədəd ümumiyyətlə tam və kəsir hissəsinin cəmidir. Kəsirini tapmaq üçün həmişə ədəddən çıxırıq tamı. Yəni, mənfi 2,3-dən çıxırıq mənfi 3. Eləyir 0,7 müsbət. Sonra deyir, 138 ədədinə hansı ən kiçik ədəd əlavə olunmalıdır ki, alınan ədəd 12, 16, 18-ə bölünsün. Birinci əkob tapırıq. 12, 16, 18-ə bölünməsi üçün. 12 ilə 18-ə əkob uşaqlar 48-dir. 48 ilə 18-ə əkob isə bunu 6 vuraq 8, bunu 6 vuraq 3 kimi yazsaq, 6-nı çıxardaq, 8 ilə 3-ə 24. Olur deməli uşaqlar 144. 144 ədədi həm 12-yə, həm 16-ya, həm 18-ə bölünür. Deyirində 138 üstə neçə gəlsək 144-ə tam bölünər, 6 gəlsək.
Bunu uşaqlar Venn diaqramı qurursunuz. A çoxluğunun 24 elementi var. Kəsişmə 12-dir. Birləşmə 30-dur. 24-dən 12 çıxıram 12. 12, 12 nə olsa 30 olar? 6. B-nin elementlərinin sayını istəyir. O da cəmi eləyəcək 18. Yağlılığı 2% olan 12 kiloqram südə yağlılığı 4% olan. Bunu qablar qaydasından da eləyə bilərsiniz. Açıq formada yaza bilərsiniz. Qablar qaydasından eləsəz 12 kiloqram süddür, 2%dir məhlul. Plus 18 kiloqram süd, 4%dir məhlul. Ümumilikdə olur uşaqlar toplamı 30. Düzdürmü? Faizini isə bizdən soruşur. Bunu uşaqlar ətraflı yazıda məncə belə daha məsləhətdir. 12-nin 2%-ni tapıram. Deməli 0,24 yağdır. Məhlulum da 12-dir. Plus 18-in 4-ünü tapıram. 0,72 yağ. 18 məhlulumdur. Cəmi 30 məhlulum 0,96 isə yağlılıq eləyir. Məhlul həmişə 100%dir. Buna x deyirəm. Tənasüblə çarpaz vursaq 30x bərabər 96, x bərabər 96 bölü 30. 3 ixtisar aparın, 32 bölü 10. 3,2 eləyir faiz. Belə də eləyə bilərsiniz. Deməli, qablar qaydasına görə bu ikisini bir-birinə vururuq 24. Bu ikisini bir-birinə vururuq 72 bərabərdir 30x-a. Bu daha rahat gəlir uşaqlara. X bərabər 96 böl 30. O da eyni cavab eləyir. 3,2. 2 ədədin əkobu 90-a, əbobu 5-ə bərabərdir. Bu ədədlərdən biri 10-dur. Deməli, ədədlərdən biri 10, digərini bilmirik neçədir, əkobu 90. Ədədlərdən biri 10, digərini bilmirik neçə, əbobu 5-dir. Digər ədəd tapın. Tərəf-tərəfə vursanız, əkobun əboba hasili zaten bizə onların hasilini verir. Həmin ədədlərin. Bərabər 90 vuraq 5. Bunları silsək, x bərabər neçə olar yoldaşlar? 45. Hazır düsturdan da istifadə edə bilərdiniz bu arada. Bölünəni tapmağımızı istəyir. Bölünəni tapmaq üçün böləni natamam qismətə vurub, üzərinə qalıq əlavə edirik. Böləni natamam qismətə vuranda eləyir deməli, 14-ü 25-ə vurursunuz. 350, üstə 10 gəlirsiniz, 360. 360-ı sadə vuruqlara ayırsanız, 2-yə 180, 2-yə 90, 2-yə 45, 3-ə 15, 3-ə 5, 5-ə 1. Bölünənin sadə bölənlərinin sayı 2, 3, 5. 3 dənə olur uşaqlar. Duzluğu 15% olan 40 kiloqram duzlu su məhlulundan nə qədər su buxarlanmalıdır ki, məhlul 25%li olsun. Qablardan da istifadə edə bilərsiniz. 20 bax, 15%-dan. Nə qədər su çıxmaq lazımdır ki, yeni məhlulumuz 25% olsun. Qablar qanunu daha rahat istəyirsə onunla izah eləyək. Uşaqlar, çıxan məhlul sudur. Suda duz yoxdur, 0% qəbul olunur. Düzdürmü? Amma su çıxırsa məhlulumuz azalır. 40 minus x olur. Qabın çölünün içinə vururuq. 40-ı vururuq 15 eləyir 600. Qabın içinin çölünə vururuq 0. Qabın içinin çölünə vururuq. Olur 1000. Çıxılsın 25x. Olacaq 400 bərabər 25x-a, x bərabərdir 16-ya. Deməli 16 qram çıxır. Ya da ətraflı yazı üçün də belə yazmaq olar, ətraflı şərh eləmək üçün. Deyirik ki, 40 kiloqram məhlumdur. 40-ın 15%-ni tapaq uşaqlar, 6 eləyir, düzdürmü? 40-ı 15-ə vuranda deməli 600 100-ə böldük, 6 bəli, duzdur. Buradan su çıxıbdır. Buxarlananda su çıxır da, düzdürmü? Duzumuz olduğu kimi qalır, 25%. Məhlumuz 40 minus x olur. Məhlul həmişə 100%dir. Bu uşaqlar 25%dir. 4-ə vuranda 100 eləyir. Bunu da 4-ə vururam 24. 40-dan nə çıxanda 24 eləyir 16. A ədədinin zaten çıxan suyu soruşur. Deyir A ədədinin 3 misli B ədədinin 2 mislinə bərabərdir. Deməli A-nın B-yə nisbəti uşaqlar 2-nin 3-ədir. A-ya 2x, B-yə 3x deyirik. B ədədinin 4 misli B ədədinin 4 misli C ədədinin 5 mislinə bərabərdir. B-yə yoxdur, yazıq kesinə. B-yə uşaqlar 3x demişik axı, düzdür? 12x bərabər 5c, C də bərabərdir 12x-i 5-ə bölün 2,4x eləyir. Deyir, C A-nın neçə faizdir? C 2,4x, A-nın 2x-in neçə faizdir? Vurulsun 100. Eləyir 120% uşaqlar. Neçə faiz çoxdur desəydi 20% götürərdiniz. Gəlin bura baxaq. Burada başqa işlər görmək olar. Bundan başqa sual var uşaqlar.
Bir dəqiqə, hə var. Başqa işlər görmək olar. Başqa işlər görmək olar. Mən bu ziqzaq qayda deyirəm, bununla hesablayaq. Baxın, biz danışmışıq ki, uzu bir tərəfə baxanların cəmi, yəni x, 65 və y. Bunların cəmi bərabərdir ucu digər tərəfə baxanlar, yəni 73 ilə 48-in cəminə. Düzdürmü yoldaşlar? Belə yaza bilərik də, hə. Deməli, x plus y bərabər 73 ilə 48-i toplayırıq. Deməli, olur 1, 11, 121. Oradan da 65-i çıxsaq, deməli, bunları toplayıb 65 çıxıram onlardan. Olacaq, deməli, 6, 56. Düzdürmü? X plus y 56 edir. Bizdən B, O, buranı istəyir. Uşaqlar, indi qulaq asın. Bu bucaq 90-dır bura, bura y-dir. Bura 90 minus y olurdu onda. 180-dən 90-ı sonra y çıxanda 90 minus y. Bu bucaq isə 90 minus x-dir. Baxın, bu şərtə görə, bu bucaq bu ikisinin cəminə bərabərdir. Yəni 90 minus y ilə 90 minus x-a. 180 çıxaq, x plus y olurmu? X plus y 56-dır. 180-dən də 56 çıxanda 124 dərəcə olacaqdır uşaqlar. Sonra gələk bura. Deyir, nöqtələsi arasındakı məsafə 9-dur. Uşaqlar, ədəd oxunda 2 nöqtə bu cür ola bilər. Ya 2x plus 7 əvvəl gəlir 3x minus 3 sonra, ya da tərsinə 3x plus 3 əvvəl 2x plus 7 daha sonra gəlir. Bunun üçün biz 2 nöqtə arasında məsafə düsturunda demişik ki, 2 nöqtə arasında məsafə onların fərqinin moduluna bərabərdir. Bundan bunu çıxaq gəlin. 3x plus 3-dən 2x plus 7-ni çıxaq. Eləyir x minus 4. Bunun modulu 9 olmalıdır. Nəyin modulu 9-dur? Ya 9-un, ya da mənfi 9-un. X 13 və yaxud da mənfi 5-dir. X-in mümkün qiymətlərinin cəmi bizə 8 verir. A, B, C, D, E, F, yəni neçə dənə ədəd oldu? 6 dənə. Bunların deyir, ədəd ortası 87-dir. 87-ni uşaqlar vururam 6-ya. 2, 4 yadda, 48, 4 yadda, 52. Düzdürmü? 522 edir. Bu ədədlərə deyir, hansı yeni bir ədədə əlavə eləsək? Uşaqlar, bu ədədlər 6 dənədir. Bir dənəsi də bunlara əlavə olunsa 7 dənə olacaq. Ədəd ortaları deyir, 93 olar. 93-ü bu səfər 7-yə vururam. Çünki bir dənəsi də gəldi, 7 ədəd oldular bunlar. 1, 2 yadda, 63, 2 də yadda, 65. 522-nin üzərinə nə əlavə eləyiblər ki, 651 eləyib? Bunun üçün 651-dən 522-ni çıxırsınız. 9, 4-dən 2 çıxıram, 2, 1. 129 edir yoldaşlar. Uyğun tərəfləri paralel olan bucaqlar ya bərabər, ya cəmi 180-dir. Yəni, bir dəfə x plus 20 ilə 4x minus 10-u bərabər edirsiniz 180-da. 5x plus 10, 180, 5x 170, x 34 olur. Bir dəfə isə bir-birinə bərabər edirsiniz. Bu halda çünki mümkündür. Fərqimiz 3x bərabər 30, x 10-dur. X-in ala biləcəyi mümkün qiymətləri cəmi 180 halında 34, bir-birinə bərabər olan halda isə 10-dur. Bizdən bunların cəmini istəyir, o da 44 olacaq. Bugünlük bu qədər yoldaşlar. Hamısını bitirdik. Həm güvəni, həm otikanı. Uğurlar sizə.